Salam, kainatın ən həssas, ən şəfqətli, ailəcanlı və duyğusal dərinliyi ilə seçilən bürcləri olan xərçənglər. Aprel ayının o ilıq və emosional yenilənmə gətirən havası ilə dolu yeni bir həftəyə addım atırıq. 13 apreldən 19 aprelə qədər davam edəcək bu 7 günlük dövr sizin üçün sanki ruhunuzun güzgüsü olacaq, daxili hüzurunuzu bərpa edəcəyiniz və yaxınlarınızla bağlarınızı daha da möhkəmləndirəcəyiniz mühüm bir zaman kəsiyi başlayır. Göy üzündəki planetlərin rəqsi, xüsusilə idarəçi planetiniz olan ayın fazaları bu həftə sizi həm karyerada, həm də şəxsi həyatda daha mühafizəkar, lakin bir o qədər də uzaq görən edəcək. Gəlin, vaxt itirmədən ulduzların sizin üçün hazırladığı bu möhtəşəm və son dərəcə detallı yol xəritəsini addım-addım incələyək və bu həftəni necə ən yüksək emosional və maddi qazancla başa vura biləcəyinizi öyrənək. Xərçəng. Əziz xərçənglər, həftəyə 13 aprel bazar ertəsi günü çox güclü bir intuisiyanın və emosional dərrakənin müşayiəti ilə başlayırsınız. Daxilinizdəki o məşhur yaxınlarını qorumaq və yuvasını saxlamaq istəyi bugün zirvəyə çatacaq. Çünki həftənin ilk saatlarından etibarən özünüzü hər zamankından daha duyğusal, lakin bir o qədər də qətiyyətli hiss edəcəksiniz. İş yerində və ya şəxsi layihələrinizdə hər kəsin soyuq məntiqlə yanaşdığı məsələlərə siz öz empatiyanızla yanaşacaq. İnsanların gizli ehtiyaclarını hiss edərək kollektivdə harmoniya yaradan əsas şəxsə çevriləcəksiniz və bu xüsusiyyətiniz ətrafınızdakilərin sizə olan etibarını daha da artıracaqdır. Bazar ertəsi günü enerjinizi evinizdəki rahatlığı artırmağa, ailə daxili kiçik anlaşılmazlıqları həll etməyə və ya mənəviyyatınıza xidmət edən işlərə yönəltsəniz, həftənin qalan hissəsi üçün özünüzə çox huzurlu bir zemin hazırlamış olacaqsınız. Lakin bir məqamı unutmayın ki, başqalarının dərdini özünüzünkü kimi qəbul etmək sizi tez yora bilər, ona görə də öz emosional sərhədlərinizi qorumağı unutmayın. 14 aprel çərşənbə axşamı günü isə göy üzü bütün diqqətinizi karyera hədəflərinizə, cəmiyyət içindəki statusunuza və gələcək planlarınıza yönəltməyi tələb edir. Bugün ulduzlar sizin üçün peşəkar sahədə gözlənilməz, lakin çox xoş bir təqdir. Bəlkə də uzun müddətdir gözlədiyiniz bir vəzifə artımı xəbəri və ya rəhbərlikdən gələcək mühüm bir dəstək vəd edir. Əgər uzun müddətdir bir iş müraciəti etmək və ya öz layihənizi nüfuzlu insanlara təqdim etmək istəyirsinizsə, çərşənbə axşamı günü sərgiləyəcəyiniz o səmimi və inandırıcı üslub sizə böyük uğurlar qazandıracaq. Çünki bugün daxili güvəniniz hər zamankından daha sarsılmaz olacaqdır. 15 aprel çərşənbə günü göy üzü sizə biraz sosiallaşma və dostlarla vaxt keçirmə dövrünü gətirir. Bugün daxili səssizliyinizdən çıxıb ətrafınızdakı insanların enerjisinə qarışmaq, kimin sizə həqiqətən dəyər verdiyini, kimin isə sadəcə yanınızda olduğunu anlamaq üçün fürsətlər yaranacaqdır. Çərşənbə gününü mühüm qərarlar verməkdən ziyadə maraqlı bir söhbətə qatılmağa, xeyriyyə işləri ilə maraqlanmağa və ya sadəcə yaxın dostunuzla dərdləşməyə ayırın. Çünki ruhunuzun bu mənəvi paylaşıma hədsiz ehtiyacı var və bu qarşılıqlı sevgi axını sizə həftənin qalan hissəsi üçün lazım olan o yaradıcı enerjini yenidən bəxş edəcəkdir. 16 aprel cümə axşamı günü daxili dünyanızda, xəyallarınızda və mənəviyyatınızda əsl bir yenilənmə hiss edəcəksiniz. Hər kəsdən uzaqlaşıb biraz özünüzlə qalmaq, dualar etmək və ya sadəcə düşüncələrinizi sahmana salmaq sizə böyük bir hüzur gətirəcəkdir. Bugün qaça-qaçdan uzaq durmaq, yeni bir yaradıcılıq işinə gizlicə başlamaq və ya psixoloji mövzuda bir kitab oxumaq üçün mükəmməl bir zamandır. Lakin bir şeyi unutmayın ki, keçmişin xatirələrinə çox dalıb indiki zamanın gözəlliklərini itirməyəsiniz, ona görə də ayağınızı yerə möhkəm basmağı unutmayın. 17 aprel cümə günü isə fərdi enerjinizin və xarizmanızın ən yüksək olduğu, bəlkə də bütün baxışların üzərinizə çevriləcəyi o xüsusi gün ola bilər. Mühüm bir görüşdə və ya tədbirdə hər kəsi öz mehribanlığınızla heyran qoyacaq və istədiyiniz nəticəni asanlıqla əldə edəcəksiniz. Cümə günü həm də eşq həyatınızda o romantik və dərindən hiss edilən bağlılığın yenidən canlandığı, münasibətlərə yeni bir şəffaflıq gəldiyi bir gündür. Əgər partnyorunuzla münasibətlərdə biraz uzaqlıq hiss edirsinizsə, bugün birlikdə keçirəcəyiniz sakit və səmimi anlar aranızdakı o köhnə və sarsılmaz bağı tamamilə bərpa edəcəkdir. Subay xərçənglər üçün isə cümə günü qarşılarına çıxacaq yeni bir insanın qayğıkeşliyi və daxili dərinliyi onları dərindən təsir edə bilər, ona görə də hisslərinizə güvənin, bəlkə də arzuladığınız o ruh iksiri elə yaxınınızdadır.
18 aprel şənbə günü artıq enerjinizi biraz da gəlirlərinizə, maddi dəyərlərinizə və özünüzə verdiyiniz qiymətə yönəltmək vaxtıdır. Bugün büdcənizi tənzimləmək, gələcək üçün qənaət planları qurmaq və ya sadəcə özünüzü mükafatlandırmaq üçün kiçik bir alış-veriş etmək sizə çox yaxşı təsir edəcəkdir. Şənbə günü həm də daxili hüzurunuzu bərpa etmək üçün sevdiyiniz yeməkləri bişirmək və ya evinizi daha da gözəlləşdirəcək kiçik toxunuşlar etmək üçün ideal zamandır. Çünki sizin ruhunuzun dincəlmə forması məhz isti bir yuva və rahatlıq hissindən keçir. Nəhayət, 19 aprel bazar günü həftənin möhtəşəm yekunudur və siz bu günü yaxın ailə üzvlərinizlə, köklərinizlə və sizi ən yaxşı tanıyan insanlarla keçirməklə özünüzü tamamilə yenilənmiş və mənəvi baxımdan doymuş hiss edəcəksiniz. Onlardan alacağınız o səmimi sevgi və göstərdiyiniz sadiqlik növbəti həftəyə daha böyük inamla, daha böyük bir ümidlə başlamağınız üçün sizə tükənməz bir mənəvi güc bəxş edəcəkdir. Bazar günü gələn həftənin hədəflərini müəyyən edərkən xəyallarınızda və hisslərinizdə cəsarətli olun, çünki ulduzların indiki mövqeyi sizin o zərif qəlbinizlə arzuladığınız hər bir şeyi gerçəyə çevirmək üçün hərəkətə keçməyə hazırdır. Bütövlükdə bu həftə, yəni 13-19 aprel dövrü sizin üçün daxili dünyanızı kəşf etmək, əzizlərinizi qorumaq və özünüzü ən səmimi şəkildə ifadə etmək üçün bənzərsiz bir fürsətdir. Hər anın qədrini bilin, öz hisslərinizə olan o dərin inamı heç vaxt itirməyin və unutmayın ki, siz kainatın ən şəfqətli, ən sadiq və ən dərin duyğulara malik bürclərindən biri kimi həmişə ən böyük sevgi və hörmətə layiqsiniz. Yolunuz hər zaman aydın, qəlbiniz hər zaman hüzurlu, eviniz isə bərəkətlə dolu olsun. Əziz xərçənglər, bu həftə kainat sizin o böyük qəlbinizi ən gözəl şəkildə mükafatlandırmaq üçün hərəkətə keçib. Sadəcə bu sevgi axınına inanın və hər addımınızda öz daxili nurunuzu hiss edin. Siz bu həftənin əsl mənəvi dayağısınız və yaratdığınız hər bir sevgi dolu əlaqə gələcəkdə sizə böyük bir xoşbəxtlik gətirəcəkdir. Kifayət qədər inanın və o sönməz ümidinizlə irəliləyin. Sonda 13-19 aprel tarixlərini əhatə edən xərçəng bürcü üçün hazırladığımız bu son dərəcə ətraflı, geniş və emosional enerji dolu proqnozun sonuna gəldik. Ümid edirik ki, ulduzların bu mesajları həftə boyu yolunuzu aydınladar və sizə o arzuladığınız hüzuru bəxş edər. Əgər videomuzu bəyəndinizsə və bu cür böyük simvol sayılı, dərin təhlilli proqnozların davamlı olmasını istəyirsinizsə, lütfən bəyən düyməsinə basın, kanalımıza abunə olun və öz fikirlərinizi, bu həftədən olan gözləntilərinizi şərhlərdə bizimlə bölüşün. Sizin hər bir rəyiniz bizim üçün çox dəyərlidir. Ulduzlar hər zaman sizinlə olsun, həftəniz xoş və hüzurlu keçsin. Gələn həftə eyni saatda görüşənədək hələlik.